Zəng etdim anama. Yenə tək idi. Dedim ki, ay ana, niyə tək qalırsan? Gəlsənə bizə. Dedi, ağrın alım, eviniz dardı. Elə bil yatmışdım, qəfil oyandım. Otaq da gözümdə sanki qaraldı. Hər gün eşitdiyim adi sözlərdən bu söz tutdu məni, yamanca aldı. Bir ayrı göz ilə baxdım otağa. Otaq adi otaq, mebel çox idi. O qədər şeylərə əsir olmuşuq. Evdə anıya da yerimiz yox idi. Zəhmət çəkib əziyyətlə 5 bala saxlayıb, böyüdüb, salıbdı yola. İndi insafdırmı qoca vaxtında həmdəmi sirdaşı dörd divar ola? Ən dadlı tikəsini bizə veribdi. Ad yeyər, hamıdan o tez doyubdu. Deyirəm, görəsən, tək bir otaqda o 5 çarpayını necə qoyubdu? Hər bizə gələndə tez də qayıdıb. Heç vaxt gecələyib bizdə qalmayıb. İşə bax, bir geniş böyük otaqda tək ona, anaya yerim qalmayıb. Ana bərəkətdir, ana neymətdir. Ana olan yerdə ruzi də olar. Ana nəfəsindən qızınmayan kəs, quru bir ağac tək saralıb solar. Ataq pəncərədən bütün əşyanı, cəhənnəm olsunlar, sındıraq, qıraq. Ən yaxşı otaqda yuxarı başda anaya yer salaq, çarpayı quraq.